Salam, hər vaxtınız xeyir olsun. Səs TV-nin dəyərli izləyiciləri, Vətən milli varlığımızdır verilişi efirdədir. Verilişimiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Konstitusiya və Suverenlik ili çərçivəsində Resurs Analitik İnformasiya Mərkəzinin İctimai Birliyinin Tarixin Zəfəri İdeoloji Əsasları layihəsi çərçivəsində hazırlanıb. Bugünkü verilişimizin qonağı var. Qonağımız Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri, Qarabağ müharibəsi iştirakçısı, birinci qrup əlil olan Firidun Məmmədovdur. Firidun müəllim, xoş gördük. Çox sağ olun, çox təşəkkür edirəm. Əziyyət çəkmişsiniz, təklifimizi qəbul edib gəlmişsiniz. Çox təşəkkür edirəm sizə. Firidun müəllim, vaxt itirmədən elə mən suallarımıza keçim. Elə başlayaq, elə siz Qarabağ müharibəsi 92-93-cü illərdə Qarabağ müharibəsində olmusunuz. Hələ başlayardıq o dövründən və hal-hazırda möhtəşəm qələbə qazandığımız 44 günlük müharibə ilə. O dövrlə bu dövrdə arasında olan fərqdən başlayardıq. Necə idi? O dövrdə vəziyyət nətər idi? Necə idi? Necə keçib? Ümumi bir dənə, qısa və ümumi bir dənə deyərdiniz, zəhmət olmasa. Çox sağ olun, çox təşəkkür edirəm. Əvvəla, mən buradan bütün Səs TV-nin izləyicilərini salamlayıram. Səs TV ilə biz daim əməkdaşlıq edirik. Səs TV Azərbaycanda vətənpərvərin təbliğində xüsusi dəstxətli olan televiziyalarımızdan biridir. Mən ona görə söz təşəkkürümü bildirirəm, dəvətinizə görə də. Deməli, 90-cı illərdə bilirsiniz ki, hələm Azərbaycan erməni təcavüzünə məruz qalanda, hələm Azərbaycan dövləti müstəqil dövlət olaraq yox idi. Hələ SSR var idi. SSR var idi. 88-ci ildən bəri ermənilər bizim üzərimizə bu haqsız, ədalətsiz təcavüzü başlamışdı və hələm onda SSR var idi. SSR imperiyası var idi. Və o imperiyada tam gücü ilə ermənilərin tərəfini saxlamışdı. Ermənipərəst bir ideologiya ilə işləyirdilər. Bütün elə 88-ci ilə qədər olan dövrlərdə də bütün tarixi mübahisələr zamanı Azərbaycanlılarla ermənilərin arasında hər daim erməninin tərəfini tutan bir Rus şovinist yanaşması, bir imperialist yanaşması vardı və ermənilər həmişə Ruslar üçün daha başqa bir alət rolunda oynayıblar və onları Ruslar bizə qarşı, Türklərə qarşı bir alət kimi istifadə edilir. 88-ci il, 90-cı illərdə də başlayanda müharibə belə oldu. Yəni biz bizim hətta o vaxtın çox məşhur deyimləri vardı. Bizim ov tüfəklərimizi belə əlimizdən alıb yığıb aparan Sovet hökuməti ermənilərə Dağlıq Qarabağda bir ordu yaratmışdı. Mən 89-cu ildə Sovet ordusunda olarkən orada bir hərbi veriliş vardı. Qırmızı Ulduz deyə bir verilişi vardı. Hər bazar günü bizi o verilişə baxmaq üçün siyasi otağa aparardılar. Orada baxırdım, bir də görəm orada Dağlıq Qarabağ ordusundan danışırlar. Qırmızı Ulduz verilişində SSR-nin Sovet ordusuna həsr olmuş Qırmızı Ulduz verilişində Dağlıq Qarabağ ordusunun necə mükəmməl bir ordu olduğundan bir verilişə də baxmışdım. Bu o deməkdir ki, artıq 90-cı illərdə biz hələm heç nəyimiz olmayanda, biz hələm heç bir hazırlığımız olmayanda artıq erməni hazır ordu ilə bizim üzərimizə hücuma keçməyə hazırlanmışdı və o zaman Azərbaycan xalqının ən qəhrəman övladları, ən cəsur övladları, ən igid övladları təbii ki, erməninin qarşısına çıxmaq üçün, onun qarşısını almaq üçün hərəkətə keçdilər. Kəndlərdə, şəhərlərdə kiçik-kiçik dəstələr şəklində könüllülərdən ibarət partizanlar şəklində Azərbaycan xalqı öz ordusunu formalaşdırmağa başladı. Təbii ki, o vaxtla bu vaxtı müqayisə etmək ümumiyyətlə müqayisəyə gəlməz dərəcədə fərqlidir. O vaxtı yenə deyirəm, heç dövlətimiz milli ordu yox idi. Dövlətimiz belə yox idi. Bu günləri Azərbaycanın dünyaya səs salan qüdrətli bir dövləti var. O vaxtı dövlətin başında duran insan Azərbaycan xalqına qarşı idi. Bu günləri Azərbaycan dövlətinin başında elə bir böyük sərkərdə, elə bir dahi bir siyasətçi durur ki, balaca bir Azərbaycanın rəhbəri bütün böyük bir dünyada böyük bir söz sahibidir. Hansı dövlətlər, daha nə qədər böyük dövlətlər, hamısı bizim dövlətimizin həm özü ilə, həm rəhbəri ilə hesablaşır. O vaxt Azərbaycanın milli ordusu heç yaranmamışdı belə. Bu gün Azərbaycan milli ordusu dünyanın ən üstün sıralamalarında da öz gücünə görə, texniki imkanlarına, nizam intizamına görə. Ona görə də belə bu günləri biz fəxr eləməliyik. Qürur duymalıyıq ki, Azərbaycan ordusu bu vəziyyətə gəlib çatıb və nəticədə təbii ki, 44 günlük Vətən müharibəsində də öz sözünü bu nizam intizam, bu döyüşkənlik qabiliyyəti, bu texniki hazırlıq nəticədə öz sözünü dedi və cəmi 44 gün ərzində Azərbaycan ordusu erməninin o qədər üstünlüyünə, coğrafi üstünlüyünə baxmayaraq
erməni hərbi birləşmələrinin biz orada qələbə qazana bildik və bu təbii ki, Azərbaycan başda dövlətinin və sərkərdənin düzgün yerində olmağı, düzgün tapşırıqları və Azərbaycan ordusunun və Azərbaycan xalqının vəhdətinin nəticəsindən baş verdi. Amma 90-cı illərdə dediyim kimi könüllülərdən ibarət taborlar yaranmağa başladı. 91-ci ilin avqustunda Azərbaycanın milli qəhrəmanı Şirin Mirzəyev ilk dəfə Azərbaycanın birinci könüllü ərazi özünü müdafiə taborunu yaratmağa Ağdamda başladı və həmin taborun elə birinci rotasına yığılan əsgərlərdən biri olmuşam mən. Yəni 91-ci ilin avqustunda yığmağa başladılar həmin rotanı, bölüyü və həmin hərbi hissədən başlayan könüllüçülük prinsipi Azərbaycanın bütün cəbhə bölgələrində batalyonların, taborların yaranmasına səbəb oldu və artıq hər rayonda hardakı ermənilərlə üzbəüz durmuşdular. Dövlətin o vaxtki Sovetdən qalma Azərbaycan dövlətinin dirəşməyinə baxmayaraq, qarşı çıxmağına baxmayaraq Azərbaycan xalqı öz ordusunu yarada bildi. Azərbaycan ordusu bəlkə də dünyada yeganə ordulardan ki, dövlətindən qabaq özü yaranıbdır. Dövlət ona qarşı çıxdığı halda ordu yaranıb və yarana dövləti də qurubdur. Ordu yaranıb, sonra dövlət qurulubdur. Azərbaycan fərqlidir. Bəzən çoxunda dövlət yaranır, sonra ordu yaranır. Azərbaycanda birinci ordu yaranıb, sonra dövlət yaranıb. Bu 90-cı illərdə biz həmin günləri hamımız yaşamışıq. O çox uzaq deyil. Amma bu günləri yenə deyirəm, artıq Azərbaycan təbii ki, Azərbaycan ordusu bu günləri özünün deyərəm ki, ən parlaq günlərini yaşayır. Çünki böyük bir qələbə qazanıb, böyük bir müharibə təcrübəsindən çıxmış bir ordudur. Təbii ki, təcrübə, meydan təcrübəsi bu başqa bir şeydir. Bunu bəlkə 100 il, 200 il döyüşməyən bir ordu bunu bilə bilməz məsəl üçün. Amma müharibələrdən çıxmış bir ordunun təbii ki, yetişməsi də, hazırlanması da bir başqa cürədir. Bəli. Ona görə bugün ancaq alqışlamaq olar Azərbaycan ordusunun durumunu. Təbii ki, 90-cı illərdə də Azərbaycan ordusu, Azərbaycan könüllüləri Azərbaycanın tamamən işğal olmaqdan xilas elədi, qorudu və Azərbaycanın 80% torpaqlarını qoruyub saxlaya bildik. Və sonra da Azərbaycan ordusu təbii ki, gündən-günə öz gücünü artırdı və bu günləri öz sözünü dedi. Düzdür. Firdi mənim, düzdür, həqiqətən də o vaxtki dövrlər çox ağır dövrlər idi. Mən 44 günlük müharibədən qabaqki bir şeyi xatırlatmaq istəyirəm. Fərrux qisas əməliyyatı ilə başladı. Erməni maşınlarını, ilk zərbələrini indirdi. Bu, sizcə ermənilər üçün dərs olmadı o vaxtları? Bilirsiniz, ermənilər əslində bir millət olaraq özləri öz ağıllarının, öz maraqlarına, öz prinsiplərinə yaşamırlar. Erməniləri hər dəfə bir oyuncaq kimi, bir alət kimi dünyanın müxtəlif aparıcı dövlətləri, oyun quran dövlətlər erməniləri müxtəlif vaxtlarda, müxtəlif pis niyyətləri istifadə edirlər. Bu tarix boyda belə olub. Bu 44 günlük Azərbaycan Qarabağ müharibəsi ərəfəsində də belə. Ermənilər təbii ki, özlərinə hansı bir tarixi hadisədən dərs çıxarası olsaydılar, təbii ki, onlara dərs olası çox şeylər var idi. Amma onlar öz ixtiyarları öz əllərində olmadığına görə, onlar birilərinin əlində alətə çevrilmiş olduqlarına görə təbii ki, onlara heç nə dərs olmur. Və onlar yenə də özlərindən daha böyük bir şeyə girişməyə çalışdılar ki, ağılları 90-cı illərə getdi. Çünki 90-cı illərdə onların arxasında tamamən böyük Rus ordusu durmuşdu və biz Qarabağda dəfələrlə Rus hərbi hissələrlə qarşılaşmışıq. Rusun ən elit desant briqadası Pskov desəm, Pskov şəhərində yerləşən ən elit desant briqadası Rusiyanın Cənub Azərbaycanda, Qarabağda bizim hərbi hissələrlə döyüşlərdə iştirak, bizə qarşı döyüşlərdə erməni tərəfdən iştirak edirdi. Yəni deyirəm, bu gün də Ukrayna döyüşlərində həmin briqada, desant briqadası Rusiyanın ən elit, ən aparıcı döyüşkən briqadası hesab olunur. Ona baxmayaraq biz onlara dəfələrlə qalib gəlməyə bacarmışdıq, dəfələrlə kəndləri ermənilərdən azad eləməyə bacarmışdıq. Yenə də deyirəm, atəşkəs ərəfəsində də Azərbaycan əks-hücumda idi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan ordusunun əks-hücumu 1994-cü ildə Azərbaycan ordusunun əks-hücumu, horadiz əməliyyatları və Füzuli istiqamətində erməniyə vurulan ağır zərbə nəticəsində erməni verdiyi ağır itkilər və sürətlə geri çəkilməsinin qarşısını almaq üçün yenə də Rus havadarları meydana girdi və məhz erməninin təşəbbüsü ilə o vaxt atəşkəs imzalandı. Bəli. Niyə? Çünki atəşkəs olmasa bəlkə də ermənilər o vaxt elə bitəcəklərini artıq bilirdilər. Sadəcə Azərbaycana da o vaxt bir nəfəs almaq lazım idi. Müharibə, ağır müharibədən getmiş, müharibə aparan bir neçə ildir dövlət idi
və təbii ki, Ulu Öndərin o vaxt müdrik dahi yanaşması, atəşkəsin imzalanmasının bir fürsət olaraq dəyərləndirdi və hazırlanmaq üçün ordunu daha böyük zəfər yürüşünə hazırlamaq üçün nəfəs almağa ehtiyac olduğuna görə atəşkəs imzalandı və həmin atəşkəsin nəticəsində də gəldiyimiz yerlər göz qabağındadır. Azərbaycan neft kontraktlarını işə saldı. O oldu, bu oldu. Atəşkəs bunun hamısına zəmin yaratdı. Bəli, ordu quruculuğu hər bir şey inkişaf elədi. O atəşkəs bəli çox doğru bir zamanda, bəli, hər cəhətdən nəfəs çox çətin durum var. Milyonlarla qaçqınımız var idi. Bəli. Torpaqlarımız işğal olunmuşdu. Çadır şəhərciklərində insanların vəziyyəti nə vəziyyətdə idi? İndi bu günləri biz artıq dünyada bir elektron inkişaf yaranıb, hamı hər şeyi görür dünyanın hər yerində baş verəni. Biz artıq görürük ki, bir köçkünü, bir qaçqını saxlamaq bir dövlət üçün nə qədər ağır bir vəziyyətdir. Hansı ki 7 milyon, 8 milyon əhalinin ola, onun 1 milyonu qaçqın düşər, köçkün düşər. Bu əhalinin 15%-ə qədəri köçkün düşər və sən həmin köçkünlərlə indicə yaranmış bir dövlət büdcəsində vəsaitin miqdarı bir neçə milyon dollar olan, cəmi həcmində olan bir dövlət olasan, milyonlarla qaçqının ola, hamısının evi eşi dağılmış, evsiz, eşsiz vəziyyətdə. Təbii ki, bunun öhdəsindən gəlmək üçün inanın ki, o dövr ki, Azərbaycan hakimiyyəti, Azərbaycan dövlətinin başında duran başda Ulu Öndər və digərləri olmaq şərti ilə həqiqətən çox ağır yükün altında, çox ağır bir yükün altında olduqlarını. Çox ağır bir vəziyyətdə Ulu Öndər. Bugünkü ağlımızla dərk eləməyə başlayırıq artıq. O vaxt biz onu görmürdük. Bəlkə işin içində etdiyə baxmağa, kənardan baxmağa imkanımız yox idi. Bugün kənardan baxırıq başqa dövlətlərin analoji təcrübələrinə və görürük ki, Azərbaycan həqiqətən çox ağır bir dövr keçiribdir və oradan nə xoşbəxt bizə ki, alnı açıq çıxıb, üzü ağ çıxıb və hər dəfə güclənə çıxıb. Ən çətin situasiyalarda belə o boyda qaçqın olmasına baxmayaraq Azərbaycana ermənipərəst dövlətlər elə bir sanksiyalar da tətbiq eləmişdilər. Bir erməni havadarlıq edirdilər, bizə cəzalar kəsirdilər. Ona baxmayaraq təbii ki, bəzi dost dövlətlərin də dəstəyi ilə Azərbaycan bu günlərə gəlib çıxa bildi. Çox şükürlər olsun, bu gün dövlətimiz bizim ürəyimizcə olan dövlətdir artıq. Bəli, Firdi müəllim, çox düzgün söylədiniz. Firdi müəllim, 44 günlük müharibədə çoxlu, yəni bu ermənilərin fəaliyyətini çox gördük. Və 92-ci illərdə, o dövrdə necə? Onlarda fəaliyyət var idi mi? Yəni müharibədən çəkinirlər. Bilirdik, təbii ki, o vaxtı yəni hələ ki biz SSR-nin nə qədər SSR-dən çıxıb təzə müstəqil olsuq da, amma yenə də o vaxtki dövrün Rusun ordusu, hər bir şeyi Xankəndin özündə, yəni orada Rusun bazası, Xocalının özündə yəni var idi. Təbii ki, Rus o vaxtı dəstək dururdu ermənilərə, açıq aydın məsələ idi bu. Sadəcə ermənilər özləri necə? Ermənilər özləri dünya çapında ömür boyu belə ümumi dünya xəritəsinə baxsın, lap qədim dövrdə indiki dövrə qədər gəlib indi gəliblər bunlar Qafqazda yerləşiblər. Ondan qabaq Avropada, xırda yerlərdə, hər tərəfdə də getdiyi yerdə biz dövlətimiz var deyiblər, amma heç vaxt onlar bir dövlət sahibi olmayıblar. Onlar qorxaq, hansısa bir millətin, hansısa bir dövlətin tərkibində olub, onların qurduğu oyunları oynayıblar sadəcə. Murat bəy, deməli, çox sağ olun, çox gözəl yanaşma verirsiniz, sual verirsiniz. Əslində bu dəqiqə bu Azərbaycan-Erməni münasibətlərinin bir dəyərləndirilməsində belə bir ortada çox ciddi bir fakt var ki, bu həm bilmirsən buna necə bir istehzanla mı yanaşaq, yoxsa dünyanın ən döyüşkən türk milləti ilə, bax bu situasiyada dünyanın ən döyüşkən millətlərindən deyərəm, bəlkə birincisi türk millətidir. Bəli. Onun da ən döyüşkən nüvə hissəsi Azərbaycan Oğuz türkləridir. Bəli. Yəni dünya türklüyünün köyən deyirəm, düzdür bu bizim türk millətinin böyük sərkərdələr olub, Əmir Teymuru var, nə bilim filanı var, Atillası var, bəli. Atillası var, Axuna gedib çıxsın, bəli, çox olub. Çingiz xanın da bir tərəfi türksüz deyirlər. Bəli, o da onunla bütün qoşunlarla rəhbərlik edən türk sərkərdələri olubdu. Yəni bütün üzü belə Monqolistandan o Monqol qoşunların hamısının işğalını başa keçirilən sərkərdəsi bir türk olubdu yəni. Bəli. Moskvanı belə alan türk sərkərdə olubdu. Dünyanın ən döyüşkən milləti türk millətidir və bunun da içində ən döyüşkənlərindən bəlkə mən birincisi Oğuz türkləridir ki, onlar da Azərbaycan coğrafiyasında yaşayan biz türklərik və təsəvvürünüzə gətirir dünyanın ən döyüşkən milləti ilə dünyanın ən qorxaq millətinin arasında bir savaş gedir.
ən döyüşməyən millətin arasında bir savaş gedir. 90-cı illərdə bax 44 günlük müharibə vaxtı biz bir neçə faktlar gördük. Ermənilər öz əskərlərini maşına bağlamışdılar, zincirləmişdilər. Bəli. Gördük də biz o faktları, eləmi? Niyə zincirlədilər? Qoyub qaçmasın deyə. 90-cı illərdə də elə idi. Erməni biz dəfələrlə erməni səngərlərini alanda orada pulemyotun yanına zincirlənmiş ermənilər görmüşdük. Niyə? Çünki qaçmaqdan ötəri çoxdur. Mən məsələn bu 44 günlük müharibədə də, elə 90-cı illərdə də bəzən hücuma keçirdik. Elə bir ki, gedib biz çox az, məsəl üçün bir tabor 20-25 avtomat silahla 300 nəfər hücuma keçirdik, 250-cinin əlində silah olmadı. Gedirdik, erməni kəndini alırdıq, erməni kənddə qoyub getdiyi silahın, texnikanın sayı qoyub qaçdıq. Bizim hücuma keçdiyimiz texnikadan da, silahdan da çox. Kəsəndə biz bir dənə texnikası gedir, kəndalıq gedir, baxırıq ki, erməni orada 3 dənə BMP qoyub qaçır, 2 dənə tank qoyub qaçır. Hansı ki, bizim əlimizdə o şeylər olsa, bizim əskərlərimiz səngərdən ölümünə döyüşüb, erməninin nə qədər texniki üstünlüyü olsa da, nə qədər silah üstünlüyü olsa da, nə qədər Rus dəstəyi, Fransız dəstəyi olsa da, səngəri qoyub qaçmaq bizdə yox idi. Amma erməni elə o vaxtdan zincirləyirdi əskərini. Yenə deyirəm, bir qorxaq olaraq. Və bu 44 günlükdə də fərarlikləri çox oldu. Elə o vaxtda çox qaldı. Sadəcə bir ara olan ki, o Azərbaycanda siyasi vəziyyətin qarmaqarışıqlığından istifadə edə bilirsə, o vaxtı qiyam oldu, dövlət çevrilişi oldu, Azərbaycan hakimiyyətində anlaşılmazlıqlar baş verdi. Həmin ondan istifadə edən erməni bizim rayonlarımızın bir neçəsini ala bildi. Bəli. Ala bildi, o yenə deyirəm, bir tərəfdən İranın, bir tərəfdən Rusun, bir tərəfdən başqa dövlətlərin dəstəyi təzyiqi ilə meydanda tək qalmış Azərbaycanında da daxili çəkişmələrin nəticəsində erməni bir neçə rayonumuzu ala bildi. Ta o rayonlar işğal olub gəlib, işğaldan dayandırılana qədər onlar bir dövrlük bir üstünlük əldə elədilər və 5-6-7 rayonumuz Qarabağ ətrafında işğal oldu. Ondan sonra dayandırıldı erməni, yenə deyirəm, Ulu Öndərin hakimiyyətə gəlişi, biraz Toparlev dövləti, bilirsiniz, o vaxt o ərəfədə bir ordu geri çəkilərkən orada fərarliyin olması, məsəl üçün, bu bir təbiidir, labüddür. Yəni, bütün normal bir şeydir, onların fərarliyi olmağı, bəli. Hə, amma erməni ordusu qabağa gedəndə də fərarlikləri çoxdur. Bilirsiniz, çünki onlar hələ 90-cı illərdə də onlardan çoxlu muzlular döyüşürdü. 44 günlükdə də çox muzlu cəlb eləmişlər. Başqa ölkələrdən... Onlar istəyirlər ki, ancaq kimlərsə onlar üçün gəlsin, müharibədə döyüşsün. Yəni elə bir millətdilər onlar əzəldən. Fransız gəlsin döyüşsün, Rus gəlsin döyüşsün və yaxud da digər milləti gəlsin döyüşsün, amma bunlar heç nə eləməsinlər. Sosial şəbəkələrdə keçən bu antiterror əməliyyatından sonra idi, yoxsa 44 günlükdən sonra idi. Bir sosial şəbəkələrdə bir alaca video çəkiliş qarşıma çıxdı. Laçında Laçının dərsən işğaldan azad olunması günü münasibəti ilə bayram tədbiri keçirilir və o tədbirdən xeyli aralıda bizim bir Azərbaycan əskəri dayanıbdır, qoruyur, mühafizədədir. Yəni orada bir posta qoyublar, onu qoruyur. Bir jurnalist hər kimdirsə, bloger, hər nəsə yaxınlaşır ona, deyir ki, bizi Azərbaycan əskərinə sual verir. Çox gözəl orada unikal tarixi bir cavab var. Hər şeydə gözəl bir peçat var, ona görə deyirəm bunu. Deyir ki, necədir vəziyyət? Deyir, çox gözəl, əladır. Deyir, qorxu çəkinib eləmirsiniz ki, burada ermənilər əks hücuma keçir. Deyir, yox, erməni nədir ki, ondan qorxaq. Deyir, axı deyirlər, erməni çoxlu silah alır, nə bilim, hazırlıq görür, yenidən əks hücuma hazırlaşır. Ona nə deyə bilərsiniz? Deyir ki, erməninin silahı çoxdur, deyir, erməni silahı azdır ki, həmişə vardır. Erməninin döyüşməyə kişisi yoxdur. Bəli. Müharibə eləmək üçün bir erkək lazımdır, bir ər lazımdır, bir döyüşçü lazımdır, bir igid övlad lazımdır ki, o silahı əlinə götürüb müharibəyə getsin. Erməninin silahı əlinə götürüb müharibəyə gedən olmadı. Paşinyan Qarabağdan çıxıb gedəndən sonra o miting eləyənlərə dedi ki, burada gəlib nə çıxır bağırsınız. Müharibə gedəndə biri ilə oradan çıxırdı. Arısunyan, Səs Salçay meydanda miting eləyənlər. Burada əskərimiz çatmır, gəlin bura döyüşün, oraya yığışmaqla müharibə getməz. Heç biri gəlib döyüşmədi. Gəlmirdilər, bəli. Gəlmədilər, yalandan meydana çıxıb miting eləməklə, onun özdə pul alıb mitinglərə çıxmaqla deyil axı. Müharibəyə getmək, güllə qabağına getmək bizdə başqadır, onlarda başqadır.
Yo, Bizim əlbəttə. güllə qabağına getmək bizim şəhadətimiz, sevgimiz, məhəbbətimiz, Allahın cənnətinə həvəsimizdir. Onların güllə qabağına getmək zincirə vurulub aparılmaz. Bəli, əlbəttə. Fərq ondadır. Ona görə heç bir halda, ona görə Türk dövlətlərinin, Türk xalqlarının bu boyda dövlətləri olduğu halda erməninin heç demək olar ki, bir dövlət var, onu da biz elə bil ki, hansısa təsirin, təzyiqin nəticəsində vermiş olar. O da göz qabağındakı necə dövlət. Firdi müəllim, belə bir şey deyim. 44 günlük zəfərimiz, belə 44 günlük müharibə, zəfər olanda, müharibə başa çatanda, siz özünüz hardan yaşıyorsunuz? Bilirəm ki, müharibənin əvvəlindən axırına qədər hər şeyi detallı şəkildə izləmişsiniz. Hər şeydən Qarabağ əllərinə maraqlandınız. qayğı ictimai birliyi olaraq əvvəla onu deyim ki, 44 günlük müharibə ərəfəsində biz köhnə 1-ci Qarabağ müharibəsinin döyüşçüləri, veteranları dəfələrlə taborlar yaradıq. 1-ci Qarabağ döyüşçülərindən ibarət taborlar yaradıq. Müharibəyə getməklə bağlı təşəbbüs elədik. Müdafiə Nazirliyinə rəsmi müraciət elədik. Mən özüm şəxsən Binəqədi komissarına getdim, qeydiyyatım Binəqədi rayonunda. Getdim orada ərizə də verdim. Şəxsən özüm müharibəyə dəvət almaq üçün. Ondan sonra da Müdafiə Nazirinə dəfələrlə məktublarla müraciət elədik ki, döyüşçülərimiz 1-ci Qarabağ müharibəsinin döyüşçüləri hamısı hazırdılar, taborlar şəklində formalaşdırılıb müharibəyə getməlidirlər. Hətta bir 20-30 nəfərdən yığışdıq Müdafiə Nazirinə qəbula da getdik ki, bizi niyə müharibəyə cəlb eləmirsiniz? Təşəkkür elədilər. Dedilər ki, gedin, gözləyin, əlinizdən gələn köməkliyi göstərin. Əgər ehtiyac olarsa, dövlət sizi, Müdafiə Nazirisi müharibəyə təbii ki, cəlb eləyir. Amma hələ ki, büyünə ehtiyacımız yoxdur, ordumuz var, hər şeyimiz var, narahat olmayın. Biz də getdik, onda arxa cəbhənin təşkilində əlimizdən gələni eləməyə başladıq. Biz Qarabağ əllərinə qayğı ictimai birliyi olaraq ön cəbhədə 4 məntəqə yaratdıq. Tərtərdə, Bərdədə, Ağdamda, Füzulidə 4 yerdə məntəqə yaratdıq və həmin məntəqələrdə arxa cəbhənin formalaşdırılmasında, ordumuza dəstək, yardım, bütün məsələlərdə çox yaxından iştirak edirik. Bizim təşkilatımız 500 nəfər, aktivlə 500 nəfər, aktivlə Bəli. ön xəttə dəstək kampaniyasının qurulmasında təşkilat olaraq iştirak elədik. Və təsadüfi deyil ki, bizim həmin verdiyimiz dəstəyin nəticəsində şəxsən Müdafiə Naziri Zakir Həsənov cənabları tərəfindən bizim Qarabağ əllərinə qayğı ictimai birliyinə və sədr olaraq mənə şəxsən fəxri fərman verildi. 44 günlük Vətən müharibəsində verdiyimiz dəstəyə görə. Yəni biz dayanmadan həmin gün, o 44 gündə biz demək olar ki, bir gün dayanmadıq. Bakı ilə cəbhənin arasında istər maddi dəstək, vətəndaşların dəstəyini ora çatdırmaq olsun, istər orada yaralılara baş çəkmək olsun, istər daha ön xəttə gedib əskərlərin içərisində Bəli. mənəvi işlərin aparılması, psixoloji işlərin aparılmasında qədər hər şeydə çox yaxından iştirak elədi və şəxsən mənim rəhbərliyimlə bizim təşkilatımız bu məsələlərdə çox aktiv iştirak elədi və yenə deyirəm, nəticədə də həm bir neçə korpus komandiri tərəfindən, briqada komandirləri tərəfindən, həm də Müdafiə Naziri tərəfindən fərqli fərmanla mükafatlandırıldıq. Təbii ki, biz 44 günlük Vətən müharibəsini hamıdan çox tez başlamasını arzulayan Azərbaycanın əsas zümrələrindən biri biz qazilər idik, 1-ci Qarabağın qaziləri, döyüşçülər. Çünki biz, mən məsəl üçün təsəvvürünüzə gətirin ki, mən həm sağlamlığımı itirmişdim, həm vətənimi, torpağımı itirmişdim, həm atadan, babadan qalan evimiz, eşimiz getmişdi, həm hər şeyimiz getmişdi. Əvəzində də elə ki, 3 nol geridən dayanıb biz əks hücumu gözləyirdik ki, gedək intiqamımızı alaq, torpaqlarımızı alaq və bir gün o baş verdi. Sentyabr ayının 27-sində mən Siyəzən rayonuna gedirdim. Orada bizim təşkilatın rayon filialının konfransı var idi. Təsəvvürünüzə gətirin ki, müharibə başladığını eşidən Azərbaycanda hər kəs bir-birini qucaqlayıb, öpüb, təbrik edir. Bəlkə də bu dünyada yeganə millətdir ki, müharibə başladığına görə bir-birini təbrik edir, sevinirlər. Bu gör bizim millətimiz nə qədər böyük, gözəl, nə qədər vətənə, torpağa bağlı bir millət. Daha ağır bir məğlubiyyətdən çıxmış bir millət olasan. Ağır məğlubiyyət, torpaqları işğal olmuş, 20% işğal olmuş bir dövlətin sakini olasan. Və uzun illər yenə deyirəm, qarşı tərəfi bütün dünyanın dəstəkləməsinə baxmayaraq, onun üzərinə hücuma keçəndə bilərsən ki, sən gedəsən, şəhid olacaqsan, övladın şəhid olacaq, bacın oğlu şəhid olacaq, qazi olacaq, sağlamlığını itirəcək. Müharibə bir bəladır, müharibə bir faciədir. Bu gün qonşumuzda müharibə gedir, biz ona acıyırıq. Niyə? Çünki hər iki tərəfdən insanların evləri dağılır, canları gedir əldən. Müharibə
Baxmayaraq ki, sən belə bir faciənin içinə gedirsən, bir millət olaraq, sevinir, hamı bir-birini təbrik edir. Hamı qucaqlaşıb öpüşür ki, müharibə başladı. Görün, nə gözəl millətik biz. Düzdür, Bu millətə kim qalib gələ bilər ki? Heç kim qalib bəli, heç bir kəs qalib gələ bilməz bu millətə. Bu millət həqiqətən əzəldən döyüşkən millətdir. Və elə bununla bağlı mən bir şey demək istəyirdim Firdun müəllim. Hər bir şeyin qaydaları var, bildiyimiz kimi. Müharibənin də özünə uyğun qaydaları var. Siz bir döyüşçü olaraq bu qaydalara necə riayət edirdiniz? Təbii ki, Qarabağ müharibəsində iştirak eləmişsiniz, döyüşmüsünüz. Siz müharibə bütün dünyada baş verən hər bir işin, hər bir siyasi, ictimai prosesin çevrəsi həm yazılmış, həm yazılmamış qanunlarla idarə olunur. Əhatə olunur. Müharibədə də həm yazılmış, həm yazılmamış qanunlar və qaydalar var. Bizim millətimiz ümumiyyətlə müsəlmançılığın tələbi bizdən müharibənin ən qaydalı, ən ədalətli, ən düzgün formada aparılmasını tələb edir. Bu bizə həm tariximiz boyu böyük sərkərdələrimizdən qalan mirasdır, həm də üzərinə İslam dinindən də gələn Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləmdən gələn tapşırıqlar var ki, örnəklər var ki, biz müharibəni necə qaydalı aparmalıyıq. Baxmayaraq ki, bizim düşmənimiz heç bir qaydalara əməl eləmirdi. Məsəl üçün, şəhərlərə atılan böyük ballistik raketləri gördünüz, İskəndərləri gördünüz. Bərdiyə atılan Gəncəyə düşdü. Raketi özü qadağan olunmuş bir silah idi. Bərdəyə kasetli bomba atdılar, Gəncəyə İskəndər atdılar. Bunun hamısı bunların büyünün özünə bu boyda İranı İsrail bombalamağına baxmayaraq, yenə də İran hələ tam mülki vətəndaşların yaşadığı bir kvartala bomba, raket atmır. Bəli. İsrail onun kimi İranın üzərinə bir yerə hədəf seçərkən birbaşa götürüb insanların yaşadığı, mülki insanların yaşadığı yeri nişan almır. Amma erməni düz ortalığı, bazarı nişan aldı. Erməni qəbirstanlığı nişan aldı. Tərtərdə dəfin vaxtı qəbirstanlığa bombalar attı. Bombalar attı, bəli. İnsanlarımız öldü, şəhid oldu. Bu artıq yenə hansı ki o boyda böyük üstünlüyə baxmayaraq, o boyda əlimizdə geniş imkanlar olmasına baxmayaraq, o qədər həm texniki cəhətdən, həm hərbi cəhətdən, həm elə artıq uğurlar torpaqları azad elə gedərkən ermənilərin 100 qat artıq mülki barədə zərərə vura biləcəyimiz imkanlarımız olduğu halda Azərbaycan ordusu tək bir erməni tək 10 nəfər vətəndaşının öldüyünü göstərə bilmədi. Biz neçə nəfər, 90 nəfərdir, 130 nəfər, dəqiq rəqəm yadımda deyil, Azərbaycanda mülki vətəndaşlar öldürüldü halda. Nə Xankəndində, nə Ağdərədə, nə Qarabağın heç bir yerində Azərbaycan ordusu tək bir mülki vətəndaş, erməni mülki vətəndaşına zərər vermədi. Əksinə, məsəl üçün, 90-cı illərdə bizim məcburi köçkünlər qaçarkən, vətənlərini, yerlərini, yurtlarını tərk eləyərkən erməninin elədiyi yanaşması bu Xocalda da özünü göstərdi, bu Kəlbəcərdə də özünü göstərdi. Nə qədər adam tuta bildi, hamısını əsir apardı. Amma antiterror əməliyyatı vaxtı Qarabağdan ermənilər könüllü çıxıb getmək niyyətinə düşdüyünü bildirəndə Azərbaycan ordusu olaraq, Azərbaycan dövləti onlara hər cür şərait yaratdı ki, kim getmək istəyir, getsin, kim qalmaq istəyir. Gülə-gülə, danışa-danışa, zarafatlaşa sərhədimizi keçdilər, getdilər. Bəli, elədir. Bir dənə təhlükə hiss eləmədən keçdilər, getdilər. Bu Azərbaycan dövlətinin, Azərbaycan ordusunun qaydalar və qanunlar, humanitar prinsiplərin başını buraxmadan döyüşdüyünün göstəricisi, qarşı tərəfində tam tərsinin döyüşdüyünün göstəricisindən ibarətdir. Təbii ki, bir əskər olaraq, məsələn, bu dövlətin siyasəti, bir əskər olaraq təbii ki, gedib döyüş vaxtı bir yaralı bir düşmən əskərini görəcəksə, ona necə davranmalıdırsa, ona eyni davranmağın yolunu tutacaqsan. Bizim Azərbaycan, biz o vaxt birinci Qarabağ müharibəsində erməni kəndlərini alanda dəfələrlə olmuşdu. Erməni məsələn qoyub getdiyi qoca arvadı bizim yoldaşlar orada arabaya qoyub aparıb çayı keçirdi o tərəfə, göndərmişdilər ki, geri get, ermənilər o tərəfdədir, səni burada qoyub keçirlər. O dərəcədə bizim Azərbaycan qəhrəman, döyüşkən xarakteri, psixologiyası olan bir millət qadından, uşaqdan intiqam almaz. Bizim müharibəmiz qadından, uşaqla,
aciz insanlarla deyil. Bizim müharibəmiz bizim torpağı işğal edən orduya qarşıydı və bütün qaydaları ilə onu əməl edərək bu günə qədər də dünyanın bir belə bizi sevməyən komissiyaları var, nə bilim filanları var, təşkilatları var. Onlar heç biri Azərbaycana 44 günlük Vətən müharibəsi zamanı bir dənə çepi tapa bilmirlər, bir dənə necə deyim, nöqsan tapa bilmirlər. Niyə? Çünki o nöqsanlara Azərbaycan dövləti və ordusu yol vermədi. Bu, böyük peşəkarlığın göstəricisi təbii ki. Firdun mənim, 2025-ci il, yəni bildiyiniz ki, Cənab Prezident dediyi kimi, konstitusiya və suverenlik ilidir. Bəli. Torpaqlarımızın tam təmin azadlıqdan da, tam təmin, necə deyim, azad olunması, qəhrəman döyüşçülərimiz kimi, yəni siz də bizim bir qəhrəman döyüşçümüzdə Qarabağ müharibəsi 92-93-cü illərdə iştirak eləmişsiniz. Ümumiyyətlə, sizin üçün necə bir ab-hava yaradır? Konstitusiya və suverenlik ili tam Azərbaycan tam olaraq ərazilərinə, ərazi işğalda olan ərazilərini işğaldan azad eləyib. Hal-hazırda bəzi yerlərdə, demək olar ki, bütün Qarabağ bölgəsində və ətraf rayonlarda qurucuq işləri çox gözəl şəkildə davam eləyir. Şuşa, Laçın bugünkü gündə çox gözəl bir Cənab Prezidentin dediyi kimi də Laçın özü dünyanın cənnətidir. Həqiqətən çox cənnət bir diyara çeviriblər. Bu hissin zəhmət olmasa bizdən bölüşərdiniz. Biz əslində mən bir əskərəm. Dünən də əskər idim, bu gün də əskərəm, sabah da bir əskərəm və bizim təbii ki, Ali Baş Komandanın ağzından çıxan hər kəlmə bizim üçün bir əmir qüvvəsindədir, bir tapşırıq hökmündədir. Məsələn, mən bu günləri özümü elə hiss eləyərək və ya fəaliyyətimi belə qurmuşam. Məsələn, bu günlər dövlətimizin başçısı tapşırıb ki, qazilərimizə, döyüşçülərimizə, şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşın. Mən bir təşkilat rəhbəri olaraq bunu həyata keçirmək üçün var gücümlə çalışıram. Mən özüm elə yanaşıram. Həm də Cənab Prezidentin göstərişlərinin, tövsiyələrinin həyata keçməsindən ötəri lazım olan işlərin görülməsi üçün təbliğat təşviqat işlərində iştirak edirik. Həm dövlətimizin yürütdüyü siyasətin həyata keçirilməsində bir yük götürüb getməyə çalışırıq. Hər gün bir neçə qazinin tutaq ki, problemlərini həll eləmək üçün fərdi qaydada, individual qaydada yanına düşür ki, problemini həll edir ki, o bizim dövlətimizdən, vətənimizdən incik düşməsin. Niyə? Çünki insandır. Elə bilir ki, məsəl üçün onun problemini biriləri kömək eləməlidir, uman yerdən küsələ. Biz də onun olmacağını qarşılayırıq və bunu dövlətimizin adından eləyirik təbii ki. Və bu günləri bizim Cənab Prezidentimizin dediyi məsələ, o torpaqlarının tamamən azad olunması ilə bağlı məsələyə gəlməkdir. Bəli də, torpaqlarımız tam azad olundu, konstitusiyada... Cənab Prezidentimizin Allah canını sağ eləsin. Bəlkə mən bilirsiniz də, mən həm də Qarabağ Azad Təşkilatında sədrin birinci müavini olmuşam. Uzun illər Qarabağın azadlığı uğrunda biz Akif Nağı ilə birlikdə və ehtiramımızda olan Qarabağ mücahidləridir. Onlarla birlikdə uzun bir mübarizə yolu keçmişik. Bəli. O ateşkəs dövrlərində. Bəli. Mən həmin aksiyalarda, Qarabağın azadlığı uğrunda aksiyalarda 67 dəfə həbs olmuşum. Və hər dəfə mənə xəbərdarlıqlar olmuş ki, bunu eləmək olmaz. Mən sabahsı gün yenə eləmişim. Və bizim mən hərdən Akif müəllimlə, Akif Nağı ilə səmimi o birlikdə söhbət eləyən deyirəm ki, Akif bəy, əgər ən radikal yanaşanlardan biri biz idik də, eləmi? Qarabağ Azad Təşkilatı. Biz birbaşa hərbi yolu ilə, bizim o vaxtı konsepsiyamız belə idi. Heç bir sülhdən, heç bir xalq diplomatiyasından, heç bir danışıqdan söhbət gedə bilməz. Azərbaycan müharibə başlamalıdır və müharibə yolundan torpaqlarını azad eləməlidir. Bu, Qarabağ Azad Təşkilatının ortaya qoyduğu konsepsiya və tələb idi. Bundan içəri piketlər elirdi, mitiklər elirdi, aksiyalar ki, biz ATƏT-in bayrağını, Minsk qrupunun bayrağını içəri şəhərdə yendirəndə bizi həbs edildilər. Biz Fransanın səfirin qabağına qara gül çələngi qoymuşuq, onu yumurta ateşinə atmışıq, erməni pərəstlik elədiyinə görə. Biz hər cürə aksiyalar keçirmişik bir sözlə. Ən radikal Azərbaycanda Qarabağla bağlı mövqe olan insanlardan biri biz idik. Mən Firdun Məmmədov olaraq, Akif Nağı olaraq. Biz belə Cənab Prezidentin düşündüyü qədərini düşünə bilmədik. Bəli. Şəxs prezident, mən o vaxt biz gendirə deputatlarla da görüşürdük, nazirlərlə də görüşürdük, ən yüksək səviyyədə insanlarla görüşürdük zaman zaman. Heç kimin fikrində Qarabağın bir dəfənlik Azərbaycanın bu çibanlı, yaralı çiban olan ermənilərin Azərbaycandan hamısının birdən çıxıb getməsi ilə bağlı düşüncələr təkcə Cənab Prezidentə aid imiş. Biz belə soruşsaydılar ki, necə olmasını istəyir ki, deyəydim ki, ən radikal olaraq deyəydim ki, ermənilər qalsın, yaşasın, biət eləsin, dövlətimizi tanısın, qanunlarımıza tabi olsun, yaşasın. Hamımız razıydıq ona, eləmi? Razıydıq, amma Ali Baş Komandan elə fikirləşmədi. Deyir ki, nə qədər ki, erməni var,
Nə qədər ki Azərbaycanda tək bircə kəndə erməni kampak yaşamış olayaq, o bir yara kimi içimizdə bir virus kimi həmişə hazır qalacaq. Ha vaxtsa bir gün münbit şərait yaranan kimi bütün bədənimizi bir xərçək xəstəliyi kimi alayaq. Ona görə onu bir dəfəni kəsib tullamağa qərarına gəldi və daha irəli gedir baş komandanımız. Bəli. Deyir ki, biz Zəngəzur koridorunu götürməliyik. Bu bizim tarixi torpaqlarımızdır. Bəli. İrəvan belə bizim tarixi torpaqlarımızdır. Bəli. Görürsünüz, məsələlər necə gözəl qoyulubdur dövlətimiz tərəfindən. Madəm Qarabağa bir erməninin qayıtmağını istəyirsən, demək ki, Göyçə Zəngəzur mahalına da oradan köçüb gəlmiş 100 minlərlə Azərbaycan vətəndaşı ki, oranın tarixi sahibləridir. Onlar da ora qayıtmalıdır. Artıq bugün Paşinyan da onu dilinə gətirdi, deyir ki, əgər biz erməninin Qarabağa qayıtmağını tələb edirsə, onda Azərbaycanların da Ermənistanın yarısını Azərbaycana verməyə razı olmalıyıq. Çünki bu torpaqları hamısı Azərbaycan xalqınındır. Deyə cənab prezident bütün intervyulərində, bütün beynəlxalq ictimaiyyətə mesajlarında o torpaqların tarixi Azərbaycan torpaqları olduğunu bütün tarixi faktlarla sübut eləyir, göstərir və bugün artıq erməniləri də inandırıbdır ki, onlar buna razı olmalıdır. Və gec-tez mən inanıram ki, Azərbaycanın müharibəsi əslində o zaman tamam bitmiş hesab olunacaq. Konstitusiyamızın, dövlət quruluşunun formalaşdırılması o zaman başa çatacaq ki, Azərbaycan öz tarixi Zəngəzur torpaqlarını, Zəngəzur koridorunu götürüb, Naxçıvanla aranı birləşdirəcəkdir və ondan sonra ermənilərlə bir sülh müqaviləsi bağlanıb, nə qədər ki, ermənilər çıxaqlıq eləmir, biz həmişə böyük millət, humanistlər millət olmuşuq. Tarix boyda ermənilərə öz humanist prinsiplərimizi göstərmişik. Bugün də onlara onu eləyəcəyik. Niyə? Çünki bir insan olaraq, bir dünyada, eyni dünyanı bölüşdüyümüz, paylaşdığımız bir insan olaraq bizə də sülh və sabitlik lazım. Bizim ermənilərlə, mən gedib gözümü itirmək istəmirdim 23 yaşımda. Mənə bu lazım deyildi. Düzdür. Mənim kimi nə qədər 10 minlərlə Azərbaycan vətəndaşı əlin oldu, sağlamlığını itirdi, yaxşı şəhid oldu, canından oldu. Bəli. Niyə? Bunu kim arzulayır? Kim arzulayır? Biz istəmirik bunu, amma bizdən asılı deyil. Bizdən asılı deyil. Bu qarşı tərəfin nöqsanlarıdır. Və bu günlər təbii ki, konstitusiya quruluşu, Azərbaycan dövlət quruluşu, konstitusiyasını biz sevinməliyik, fəxr eləməliyik ki, bir millət olaraq bir dövlətimiz və onun bir konstitusiyası var. Bəli. Bu illəri konstitusiya elidir. Konstitusiya və suverenliyimizin elidir. Və bu günləri bundan ötəri bizim statusumuzda belə yazılır. Məsələn, müharibə əllərinin statusunda yazılır. Azərbaycanın konstitusiya quruluşunun və ərazi bütövlüyünün, suverenliyinin, konstitusiya quruluşunun suverenliyi və ərazi bütövlüyünün uğrunda gedən döyüşlər zamanı yaralanmışdır. Bəli. Bizim rəsmi statusumuz bir qazi olaraq konstitusiyamıza bağlıdır. Bəli. Ərazi bütövlüyümüzə, suverenliyimizə bağlıdır. Bayrağımız, suverenlik nədir? Bayraq harada dağlanırsa, o Azərbaycanın suveren ərazisidir. Nə qədər ki, Qarabağda, Xankəndində Azərbaycanın bayrağı yox idi, orada bizim suverenliyimiz var idi demək olmazdı, mümkün deyil. Düzdür. Taxıldığı suverenliyimiz getdi orada. Kimlər elədi? Döyüşçülər, ordumuz, vətən, millət birlikdə elədik bunu. Və bu günləri yenə deyirəm, həmin oğlanlar ki, o konstitusiya quruluşu uğrunda gedib canlarını qurban verirlər, biz onlar da unutmalı deyilik təbii ki. Əlbəttə. Qazilərimiz, döyüşçülərimiz, müharibə veteranlarının daha xoşbəxt, daha firavan, bu konstitusiyanın yenə deyirəm, memarı, yaradıcısı dövlət və dövlətin başında duran insanlar olduğu halda onun həyatda icra olunmasının üçün təminatı kimdir? Ordudur, əskərlərdir, Azərbaycanın qeyrətli, vətənpərvər vətəndaşlarıdır ki, onların da qədrini təbii ki, bilmək, onların da problemlərini aradan qaldırmaq lazımdır. Firdi mən bir şey deyim sizə, bu 92-93-cü illərdə, ümumiyyətlə Qarabağ müharibəsində, 44 günlük müharibədə yetəri qədər təkcə biz indi o vaxtı əsir təkcə bizdə olmamışdı ki, onlardan da bizdə əsir düşən olmuşdu. Yəni biz də onlardan əsir götürmüşdük. Halbuki onlar bizim əsirlərə davranışı nə idi? Öldürürdülər, işgəncələr verirdilər. Biz necə, sizin dövrü nəzərə alıb deyirəm, biz necə, yəni o vaxtki döyüşçülər, onların əsirlərindən necə davranırdıq biz? Yəni necə davranırdınız məsələn? Yəqin ki, sizin də olub yanınızda əsir. Biz məsəl üçün 92-ci ildə Xocalov hadisəsinin elə həmin həftə 7-sinə keçəndə faciənin 7-ci, 6-cı, 5-ci, 6-cı, 7-ci günü Xocalının intiqamını almaq üçün Şirin Mirzəyevin rəhbərliyi ilə bir Qazancı əməliyyatı baş verdi. Bəli. Qazancı kəndi var idi, erməni kəndi idi. O kənd
çox strateji bir yerdir. Əslində oranın alınması çox çətin olan bir kənd, dörd tərəfindən qazan içi deməkdir. Yəni dörd tərəfi dağlarla əhatə olunmuş bir kənddir. O kəndin alınması bu 92-ci il mart ayının 3-də baş verdi. Fevral ayının 26-sında ermənilər bilirsiniz Xocalı soyqırını törətdilər. Bir neçə gün ondan sonra biz həm Xocalıdan əsir düşənlərimizi geri almaq üçün bizə ermənilər lazım idi onlarla dəyişməyə. Həm də elə intiqam almaq üçün Qazançən milləti baş verdi. Qazanç kəndində kəndi biz getdik aldıq. Və həmin kənddə bizə çoxlu ermənilər əsir düşdü. Ermənilər əsir düşdü və həmin əsirlərin əksəriyyətini tez bir zamanda Xocalıdan əsir düşənlərlə dəyişməsi prosesini cəlb olması üçün aidiyyətli adamlara təhvil verdik. Amma bir neçəsi də qoca ermənilər var idi ki, ermənilər özləri heç onları qəbul eləmədi. Qoca, bunlar belə bir millətdir ki, ağsaqqalını, ağbirçəyini əsirlikdən geri istəmir. Baxmayaraq ki, biz millət olaraq ən əsas dəyərdik ki, bir cavanın, bir ağsaqqalını arasında seçim eləmək lazım gəlirsə kimi seçərdik? Ağsaqqalımızı seçərdik, eləmi? Ağbirçəyimi seçərdik ki, o cavan qalsın, məsəl üçün seçim varsa, qoy ağsaqqalı götürək. Erməni tərsini eləyir. Erməni qocaları qəbul eləmir. Deyirdi, qoy onlar neyin iş olur, qoy cəhənnəm olsunlar, nə olur olsunlar. Onlardan bir neçəsi bizim əlimizdə bir neçə gün qaldı. Aha. Bizim kazarmamızda yaşadılar onlar. Bizim kazarmamızda bizlə bərabər yaşadılar. İnanın ki, biz onların, Allah rəhmət eləsin, bizim komandirimiz vardı, Hidayət İbrahimov, o Əfqanistan müharibəsində qəhrəman döyüşçülərdən biriydi. Bizim minamyot batareyasının komandiriyiz. Mən minamyot batareyasını olmuşum. O ermənilərə bizim Şirin Mirzəyev də, o da qəti tapşırıq vermişdi hamıya ki, heç kim erməniyə, əsirlərə güldən alır söz deməz. İnanın ki, onlara bir çırtma belə vurur. Nə aparat, neçə dəfə onlara özümüz yediyimiz, vaxtmayaqşa vaxtqıtlıq var idi, heç elə çox yemək içməyimiz bol deyildi, amma onları heç bir dəfə də olsun onların yemək içməyindən əskiylik yaranmadı. Təbii ki, biz, yenə deyirəm, biz bir millət olaraq biz erməni kimi deyilik. Biz onlarla bu məsələlərdə özümüz müqayisə eləmirik. Niyə? Çünki onlar dünyanın, mən deyirəm, yenə deyirəm, ən üz qara millətlərindən biridir. Biz dünyanın ən üz ağ millətlərindən biriyik. Yəni deyirəm, o ermənilərin burada ermənilərin fəxr elədiyi kraliçaları, birinci lediləri kimdir? Dünyada hamı onu tanıyır. O gəlir, adını çəkmirəm burada, onun adını çəkməyə biz utandığımız halda onlar onu Ermənistan xalqını qəhrəmanı hesab edirlər. O gələndə milyonlarla insan çıxıb aeroportda onu qarşılayır. Bunlar bu milləti, fərq göz qabağındadır. Ona görə biz onlardan heç bir mənəvi bir şey gözləmirik. Amma biz əsirlərə qarşı, erməni əsirlərlə qarşı həqiqətən heç tapşırıq olmalı. Bizim əskərlərimiz son dərəcə tolerant, humanist yanaşırdılar və onların sağ-salamat qayıtması üçün, məsəl üçün, bax, sizə bir şey deyim. Bəli. Mən təzə yaralanıb Ağdama qayıtmışdım. Mən 93-cü il mart ayının 28-də yaralanmışam. 3 ay hospitalda yatandan sonra iyun ayının 26-sında çıxmışam, qayıtmışam Ağdama. O ərəfədə elə bütün o laf pis vaxtlarda bir erməni Rusiyadan gəlib, Gəncədən keçib Tiflisə gedən bir erməni hesab edilən biri ki, o nəticədə sonra məlum oldu ki, erməni deyil. Orada Ermənistanda yaşamış Yezidi kürdlərdəndir. Bəli. Hə. Onu Gəncədə erməni bilib, insanlar, bizimkilər əsir götürmüşdülər. Sonra məlum oldu ki, bu heç erməni deyil. O, bizim də kətdən, bizim rotamızdan, bizim kəndimizdən Abuşov Fəxrəddin adında bir qəhrəman döyüşçümüz əsir düşmüşdü. Yaralı vəziyyətdə əsir düşmüşdü. Onu dəyişmək üçün axtarışlardaydık. Yəni, biriləri ilə onu dəyişmək lazım idi. Həmin bu erməni bilinən bu əsiri götürüb gəlmişdik bizim qapı qonşuda, onun qardaşı, o Fəxrəddinin qardaşı bizlə qonşuydu. Onun qardaşının evində qaldı. İnanın ki, hələm onun heç erməni bilindiyi vaxtlarda, erməni hesab olunduğu vaxtlarda o qısa bir müddət ərzində bizim məhəllədə kökəldi, əmələ gəldi. Niyə? Çünki baxmayaraq ki, erməndə biz onu Fəxrəddinlə dəyişəcəkdik. Kim o vaxtı qadınlar çıxmışdır kətdən, kişilər yaşadı. Məsələn, biz qohum-əqraba bizim hər gün bir evdən bir məsələ, bir gün mənim anam qalırdı, yemək içmək hazır idi, bir gün bibim qalırdı, bir gün xalam qalırdı. Belə, çünki qadınlar, uşaqları bombardımandan qorumağa çalışırdıq.
Təsəvvür gətirin ki, qazandan birinci boşqaf yemək həmin o əsir aparılır. Bu bizim Abala bunu apar ver ona. Apar ver ona. Apardıq. Tamam açıb buraxmışdıq kəndə kəsəyə. Aparı verirdilər. Birinci dolu boşqaf ona gedirdi ki, o əsirdir. Birinci onun payı getməlidir. Bu bizim millətin ənənəsidir. Bu bizim millətin göstəricisidir. Bu bir göstərici. Bəli. Bu bir ali irq olmağımızın göstəricisidir. İnanın bu çox böyük bir şey. Əlbəttə. Birinci onun payı gedir. Köklü milləti, bəli. Erməni deyil. Sonra onun bacısı gəldi, çıxdı. Onu gəldi bizdən Qazaxdan bir 12 yaşında uşaq qoyun otaranda ermənilər götürüb aparmışdılar. Onunla dəyişmək üçün həmin uşağı getdi, onun bacısı getdi, Taft erməndən aldı. Qazaxlılara çıxdı. Onlar da gəldilər bizdən onu götürdülər. Bizim elə o vaxtda elə yendirəm, mən də kətdəydim. Gəldilər bizim kətdən götürdülər, apardılar, dəyişdilər. Yəni bunlar hamısı göstəricidir. Amma biz erməndən əsirlikdən çıxıb gələn bizim əskərlərimizi, bizim millətin nümayəndələrini danışdırırsan, nə qədər tükürbətici, çox ağır faciəvi əməllər eləmişlər. Allah onları islah eləsin, nə deyə bilərik? Allah o milləti islah eləsin. Bəli, ya dünyanın ən yazıq millətidir, qalırlar ortalıqda. Yerləri yoxdur. Ömür boyu da olmayıb, bundan sonra da olası da deyil. Firdə müəllim, mən sizə təşəkkür edirəm. Gəldiniz verilişimizə, suallarımızı cavablandırdınız. Təşəkkür edirəm. Çox sağ olun. Nəsə əlavəniz varsa, buyurun Firdə müəllim. Mən bir şey burada qeyd eləmək istəyirəm. Mən dövlətin aidiyyatlı bir ictimai birlik rəhbəri olaraq, döyüşçüləri təmsil edən bir təşkilat olaraq biz müxtəlif təkliflərlə dövlətin qarşısında müharibə ərlərinin, veteranların və şəhid ailələrinin daha xoşbəxt, daha firavan yaşaması üçün təkliflərlə zaman-zaman çıxış edirik. Elə şeylər var ki, məsəl üçün onu eləmək heç dövlət büdcəsinə 1 manata da başa gəlmir, amma nəticədə döyüşçülərimiz daha xoşbəxt ola bilərlər. Yəni veteranlarımız, qazilərimiz. Və burada mən üzümü tutub o aidiyyatlı orqanlara ki, məsəl üçün biz təkliflə çıxış eləmişik ki, Qarabağda ermənidən qalan qeyri-yaşayış sahələri, obyektlər döyüşçülərin, qazilərin, şəhid ailələrinin arasında bir hissəsi bölünsün. Niyə? Çünki məsəl üçün orada məsəl üçün belə təbəqədən olan insanlara tutaq ki, obyekt yeri verilərkən güzəşt və imkan nəzərdə tutulsun. Yaxud da ki, oradan gələn icarə vəsaitlərinin bir hissəsi şəhidlərimizin, döyüşçülərimizin, qazilərimizin mənafeyinin yaxşılaşdırılmasına toparlansın. Niyə? Çünki bu ən ədalətli olan budur. Bəli. Yəni Qarabağda bu günləri geniş bəyək dediniz, siz də dediniz, böyük islahatlar gedir. Böyük bir Qarabağ belə bir ərazidir. Qarabağ Moldova boyda bir ərazidir. Bəlkə də böyük olar. Qarabağın ümumi bu dəqiqə o tikinti gedən sahəsi Ermənistanın demək olar ki, yarısı qədər boyda bir ərazidir. Bəli. Yəni təxminən elə yarısı və yarısından da biraz artıq olan bir ərazidə yenidən sıfırdan bir dövlət qurulacaq. Düzdür. Bir məmləkət tikiləcək. Və bunların hamısında mən təəssüflə qeyd eləmək istəyirəm ki, burada o proyektlər hazırlanarkən, orada islahatların gedişi hazırlanarkən cənab prezidentin qazilərlə, döyüşçülərlə, şəhid ailələrlə bağlı verdiyi tövsiyələr bəzən orada unudulur. Düzdür. O proqramlara, o layihələrə salınması lazımdır. Yenə deyirəm, cənab prezident hər şeyi özü gedib eləməz axı. Özü gedib nəzarət edib, bunu niyə yazmadın, bunu niyə yazdın deyə bilməz. Etibar elədiyi insanlar, məsəl üçün Əmlak Komitəsi, Şəhərsalma Komitəsi, bunlar hamısı zaman-zaman orada döyüşçüləri necə orada daha xoşbəxt eləyə bilərik sualının cavabını qanun layihələrində qoymalıdırlar. Bəli. Qoymalıdırlar ki, gələcəkdə, məsəl üçün, yenə deyirəm, bu günləri olur və hiss edirik ki, məsəl üçün də qanunlara bəzi yerlərdə, məsəl üçün, düzəlişlər olmalıdır. Qazilərin və döyüşçülərin imtiyazının güzəştini xeyirdir. Bunları kimlərsə aidiyyatlı şəxslər təklif eləməlidirlər və bu gün inanıram ki, Azərbaycan Qarabağın inkişafı çox ağır bir prosesdir. Çox böyük milyardlar yox, 100 milyardlarla vəsait lazımdır. Əgər orada vurulan zərərin miqdarı 1 trilyona yaxındır, 800 milyard dollardırsa, yəni erməninin biz hesablayırıq təxminən 800 milyarddan da artıq bizə zərər vurur. Bəli. Təbii ki, Azərbaycan beynəlxalq məhkəmələrdə bu haqqını arayacaqdır. Demək, onun tikintisi üçün də ən az o qədər vəsait lazımdır. Və bu, baxın ki, Azərbaycan nə qədər böyük bir vəsait. Bunun yükün altında bizim dövlətimiz, mən inanıram ki, alnı açıq, uzaq,
bu böyük, Bəli, bu ağır əlbəttə. yükdən də çıxacaqdır. Bəli. Cənab Prezidentimizin müdrik, aparıcı fikirləri, mən inanıram ki, bu böyük yükün altından çıxmağa bizə kömək olacaqdır. Amma millət də, dövlət də, xalq da hamısı yeri gələndə əlini daşın altına qoymalıdır. Dövlətimizin yanında durmalıdır. Hər şeyin ən yaxşısını sırf tələb eləmək mövqeyindən yox, təklif eləmək, dəstək vermək mövqeyindən çıxış eləməlidir. Mən inanıram ki, xalqımız Qarabağın inkişafında bu cəhətdən birlikdə vəhdət şəklində həyata keçirəcəkdir və yenə deyirəm, döyüşçülərimizin, qazilərimizin, şəhid ailələrində ən layiqli həyat tərzində yaşamaları üçün hər kəs əlini daşın altına qoyub, hər kəs olduğu yerdə vicdanla vətənimizə, dövlətimizə və bu dövləti qoruyan insanlara dəstək olmağı özünə borc biləcəkdir. Təşəkkür edirəm Firidun televiziyası müəllim. olaraq bu layihəni həyata keçirdiyinizə görə çox təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm Firidun müəllim. Sizin bu layihəniz məhz bizim dediyimiz məsələləri əks etdirir. Onun dəstəyidir. Vətən bizim hər şeyimizdir. Vətəni qoruyanlar da bizim hər şeyimizdir. Bəli. Və burada fürsətdən istifadə edib qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyini də ki, bu layihəni maliyyələşdirdiyinə görə təqdir edirəm, təşəkkür edirəm. Onun rəhbərliyinə, onlara çox gözəl layihələri maliyyələşdirirlər. Bizim də bir təşkilat olaraq layihəmiz var. Qəhrəmanlığın təbliği ilə bağlı. Bizi də agentlik dəstəkləyir. Və təbii ki, agentliyin də işi, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin də bu sektora rəhbərlik edən insanların da hamısının işi çox gözəldir. Mən xüsusilə təqdirə layiq işlər görülür. Tural müəllimin xüsusilə fədakarlığını qeyd eləmək istəyirəm. Tural müəllim bu sektorda həqiqətən çox layiqli rəhbərlik edən insanlardan biridir. Mən inanıram ki, bu uğurların da hamısının bəhəsini xalqımız olaraq biz görəcəyik. Təşəkkür edirəm Firidun müəllim. Bizim efirimizin vaxtı bitib, hətta efirinin vaxtından da keçib. Digər bizdə verilişdə layihələr də olacaq. Mən sizə təşəkkür edirəm. Əziyyət çəkib gəldiniz, suallarımıza cavab verdiniz. Çox təşəkkür edirəm. Bir daha qeyd edim ki, bugünkü verilişimizin qonağı Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri, keçmiş Qarabağ döyüşçüsü, daha doğrusu keçmiş hərbiçi, Qarabağ döyüşçüsü, birinci qrup əlil olan Firidun Məmmədli idi. Bir daha qeyd edim ki, verilişimiz Firidun Məmmədov, bəli. Bir daha qeyd edim ki, verilişimiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. Konstitusiya və Suverenlik ili çərçivəsində Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin tarixin zəfəri ideoloji əsaslarının təhlili layihəsi çərçivəsində hazırlanıb. Növbəti efirlərdə, növbəti verilişlərdə görüşənədək sağ olun, salamat qalın.